İzləyiciləri, bugün sizlərlə gəlin belə bir integral sualına baxaq. Deməli, yazıb mənfi dx bölünsün 24x minus 16x kvadrat minus 8 sualı deyil. Bunun integralını hesablayın. Əvvəlcə gəlin mənfini xaricə çıxaraq. Dx bölünsün və o köçaltını bir sadələşdirməyə başlayaq. Aşağıda sadələşdirək. Bax, köçaltında hamısı mənfidir. Mən mənfi 4'ü xaricə çıxardıram. Qalır nə? 4x kvadratı çıxılsın 6x. 4'ü çıxardığında üstə gəl 2. Bunu biraz daha sadələşdireyim. Baxın, bura müsbət 2 tam %25, mənfi 2 tam %25'i əlavə etsən və çıxsan. 4x kvadratı minus 6x plus 2 tam %25, 2x minus 1 tam onda 5'in fərqinin kvadratıdırmı? Bəli. Mənfi 2 tam %25'in üstə 2 gələndə bu eləyəcək mənfi 0 tam %25. Bu da belə. Daha sonra bu nədir? Mənfi 4 vurulsun 2x minus 1 tam onda 5'in kvadratı. Mənfi 4'ü mənfi 0 tam %25'e vuranda 1 eləyir. Aha, deməli biz bunun məxrəcinə nə yazmalıyıq? Məxrəcinə yazmalıyıq ki, yerin dəyişim 1 minus 4 2x minus 1 onda 5'in kvadratı. Bu belə. Bunu başa düşdük. İndi buradan başqa nə etmək olar? Buradan başqa onu etmək olar ki, biz integral düsturundan bilirik ki, integral mənfi 1 bölünsün kökün altında 1 minus x kvadratının integralı mənfi arkosinus x plus c'dir. Deməli bu arkosinüsün integralıdır. Amma təbii ki burada o 4 vurulsun 2x minus 1 tam onda 5 var. Elə onu siz 16 ilə də əslində yaza bilərdiniz. Fərq etmir. Amma mən parçalayıb yazdım bu şəkildə. Burada 4 2'nin kvadratı, bu da kvadratdır. Bunu belə yaza bilərsiniz. Deməli 4x minus 3'ün fərqinin kvadratı. Hə, mənfi də var qarşıda. Mürəkkəb funksiyadır. 4'də 1 qarşıya keçəcək. Arkosinus 4x minus 3 üstə gəl c şəklində bir funksiyanın integralı olacaq. Baxaq, harda var? B variantında var.